4 ayında bacarması gerekenleri. Elinden tutanda kalkmalıdır, başını kaldırır. Ondan sonra mesela ayaklarına 4 ayında ağırlık verirler, vermeyirler. Yani verir ama 4 ayında adeten dayak refleksi itir, sonra tekrar yaranır. Yani bunun olması olmaması. 4 ayından sonra eller esasen açık kalır. 4 ayına kadar yumruq kimi kalır ama 4 ayından sonra fikir verin, esasen açık kalmalıdır. Eller davamlı böyle gergin olmamalıdır. Ondan sonra bak renkli eşyaları da tabii ki dalıca baxmalıdır. Baxmalıdır. Eşyalara da ellerini yaxınlaşdırmalıdır. Və orta xəttə fikir verin. Hələ tam götürə bilməsə də əllərini gətirir. Amma nə vaxt götürür? 6 aydan etibarən götürüb ağzına aparmalıdır. Əslində 4 aydan etibarən bacara bilər. Amma əsas əlləri orta xəttə əşyaya doğru gətirə bilməlidir. Bir də əlbəttə ki, onu biz danışdıranda bizə cavab verməlidir. Sosial ünsiyyəti olmalıdır. Danışır gülməlidir. Bir də əllər pastayanla ağızda onda çoxlu su axmalıdır. Bu da normal inkişafın bir göstəricisidir.